Futbol oynamaya pul qazanmaq bilirsiniz nədir? Bu barədə David Alaba'dan məsləhət almaq lazımdır. David Alaba növbəti dəfə zədələndi. Özü də bir aylıq. Demək, bu futbolçu ümumiyyətlə meydana çıxmayıb, Xabi Alonsonun dönəmində heç bir maçda iştirak etməyib, məşq edə-edə növbəti dəfə əzələ zədəsi alıb. Növbəti dəfə əzələ zədəsi və daha bir ay komandaya kömək edə bilməyəcək. Əgər onun meydanda olduğunu kömək etmək adlandıra bilirdiksə. Və Real Madridə əgər həqiqətən kömək etmək istəsəydi, həqiqətən də Real Madridə qarşı az da olsa içində nə bilim bir hörmət olsaydı, öz xoşluğu ilə hər hansı bir ərəb klubuna keçməyə üstünlük verərdi. Gəlin razılaşaq ki, ərəb klubları da Alaba'nı ac qoymayacaqdılar. Hər halda yaxşı bir pul təklif edəcəkdilər. Amma dedi, yox, mən Real Madriddə qalmaq istəyirəm. Eybi yox, müqaviləsi gələn yay başa çatacaq. Onsuz da Real Madrid belə lazımsız futbolçuları daim heyətində saxlayır. Lazımsız yerə onlara pul verir. Jesus Vallejo, Lucas Vazquez və sair və ilaxır, Dani Ceballos, bu cür futbolçular Real Madrid səviyyəsində deyil. Amma müxtəlif səbəblərdən hələ də Real Madriddə qalırdılar. İndi Vallejo getdi, Vazquez getdi, Ceballos hələ elə bizimdə qalacaq. David Alaba məsələsinə gəldikdə, İnanmıram ki, qarşıdakı mövsüm ərzində Xabi Alonso bu futbolçuya yer versin. Hətta nə qədər səhv etsə belə, penaltilər, nə bilim, qırmızı vərəqələr səbəbkarı olsa belə, Asensio şəxsən mənim gözümdə Alaba'dan üstündür. İndiki Alaba'dan üstündür. Çünki indiki Alaba çox zəif müdafiəçidir. Üstəgəl meydana çıxar-çıxmaz zədələnir. İndi isə artıq növbəti level, növbəti mərhələyə çatıb, hətta meydana çıxmadan da zədələnir, amma təbii ki, oturduğu yerdə pul gəlir də. Bu məsələ ilə bağlı sizin fikirləriniz necədir, dəyərli madridistalar? Fikirlərinizi şərh bölməsində yazın, videoya like qoyun, ətrafınızda olan Real Madrid azarkeşləri ilə paylaşmağı unutmayın.